Salam Zaur bəy, necəsiz? Bağışlayın, narahat edirəm. Aslanla fotosu çəkilən qız mənəm. Aslan WhatsAppda mesajları silinməyə qoyub deyə yazışmalarımız qalmayıb. Yoxsa atardım sizə. Məni də indi görürəm ki, bloklayıb. Düzdür. Yazışmırdıq. Heç elə görüşəndə yazışmışıq. Всё, nətər yazıb elə də oxuyuram. Mən Ceyran ana ilə Aslanı görmək istəyirdim. Ən çox da Ceyran ananı. Aslana da özüm yazmışam birinci. Görüşməyi də o təklif edib. Dəfələrlə də Aslana demişəm ki, bu başqa mənada yazmıram. Hiss edirdim ki, məndən xoşu gəlir. Dəfələrlə şəkil də istəyib məndən. Xoş sözlər də yazıb. Gələcək yaxşı olar falan da deyib. Mən qətiyyən olmaz səslər də atmışdım ki, qətiyyən olmaz. Mən o anlamda yazmıram. Getdik gördüm Ceyran ana yoxdur. Nəsə halı pisləşib deyə zəng gəldi. Aslana evdə heç 5 dəqiqə oturmadıq, atamcanı, abratını da çıxdıq, sağollaşdıq. Mən Aslana dedim ki, adım hallansa ya nəsə olsa məndən incimə. Sizdən artıq dərəcədə xahiş edirəm, efirdə nə adım hallansın, nə də şəkilim verilməsin. Onda üstümdən, başımdan, çantamdan tanıyacaqlar. Yəni sən ona yazmısan ki, səndən xoşum gəlir, gələcək yaxşı olacaq. Xoşum gəlir, bir söhbəti olmayıb orada Zaur müəllim. Direktdə var yazışmalar, istəsəz mən o göstərə bilərəm. Yəni TikTokda yazılıbdı birinci. Yəni o yenə deyirəm, görürsüz mən deyən sözü deyir o da. Yəni pis mənada gəlməmişdi o evə. Amma bu pis mənada gəlmədiyini demiş olsa da, sənin ona isti bir münasibət. Deyib, yox. Anam mənə dəfələrlə dedi ki, sən Acündən yazışırsan. Mən dedim, amma Acün deyil. Dedi, onda bir dənə şəkil atsın, görüm. Amma qız burada şu kimi etiraf eləyir. Mən neçə dəfə istədim. Dedim ki, Ceyran, mən burada Aslanı qınaya bilmirəm niyə. Səni nə qədər çox istəmsəm də, sənə nə qədər hörmətim olsa da mən səni qınayıram. Aygünlə ayrıldığı heç bir gün deyil idi, sənin əlindən yapışıb getdiyi heç bir gün deyil idi. Səhərsi gün sən nədənsə Dilbəri yuxuda görmüşdün. Xeyr, Allah qənim olsun mənə əgər mən pis mənada onu dedim. Nərgizi də görmüşdüm. Səsləri verin zəhmət olmasa. Nərgizlə, hamısı var da. Ceyran xanımın səsləri. Bəli, verin. Və beynini yeyir Aslanın. Aslan da həmən götürür Ceyranın yuxusuna girənlərə zəng eləyir. Xeyr, zəng elə, mən onu telefonu ilə Mən özüm də şoka qaldım həmin günü ki, niyə Eminova həmin günü səhərsi yuxusu Zaur müəllim. Mənə də maraqlı gəldi. Nətər olur? Aygünlə sən neçə illərdir bir yerdəsiniz? Dilbər sənin yuxuna girmədi? Aygün qapından addımını çölə. İndi bunun yuxusu da elə bir şeydir ki də, adam sübut da eləyə bilməz axı. Mən yuxudu da görmüşəm. Mən nətər sübut eləyim ki, mən onu yuxuda, mən həmin günü görmüşəm. Nənəmə deyirdi ki, bir saniyə. Siz burada çox danışmışsınız, dayan. Nənəmə deyirdin ki, nənəm bir də gördün bir şey danışır, Səbrə nənəm. Sözü deyirdin ki, hardan belə heç nə, çəpərin qırağından biri danışa gedirdi. İndi gəl tap görək, bu çəpərin qırağı ilə danışıb gedən kim idi? O nə demişdi, nətər demişdi bütün bunların hamısı. Necə olur ki, Aygün sənin qapından addımını çölə qoyan kimi sən Dilbəri yuxuda görürsən? Növbəti bədbəxt qurbanaq. Olar mənə bu yuxunun fəhmini... Nətər olur, mənim... Yəni, əvvəl axşamınız xeyir olsun. Hər kəsin tutduğu orucunu Allah qəbul eləsin. Amin. Hamınızı salamlayıram. Zaurum, ürəyim. Haycan, Ceyranım. Mən sənə Aşkım. Dünyalar qədər çox istədiyim bir insan. Allah şahidimdir. Mən günahkar çıxacağım olsa da hər işdə... Mən demirəm günahkarsan. Sizə görə yox. Allahın haqqı yox, sizə görə yox. Ürəyimsən. Nə desəz qəbuldur mənə. Yox, estağfurullah. Mən səni sevirəm. Ekspertlərimizdə nə desə qəbul edirəm. Sən benim aşkımsın. Böyüklər də nə desə qəbulumdur. Yox, Ceyran, sənin bir fikrin var idi ki, burada dağıdırdın özünü. Ceyran. Hətta mən dedim ki, onlar Əkbər kimi sonradan etiraf eləməyəsən, indidən deyəsən. Çünki mənə həmən yazdılar ki, Esmira'nın qızını mı istəyir indi Aslana? Həmən dəqiqə mənə yazdılar. Və mən də Esmira'ya dedim ki, qoyma qızın adını çəksin. Yadına gəlir, burada oturmuşdunuz. Mən təriflədim, onlar mən həmişə tərifləyirəm. Yox, tərifləmə. İndi bizdə də bu düzü qoşmaq calaq işləri var. Birini yuxuda görürsən. Rəhmətli olmaqları demişəm mən. Ceyran.
Ceyranım, Səni sən hamımız Kübra çox xanımı istəyirik. qınama. Bizdə mən, sən hamımız içi qarışıq. İçimizdə bir calaşdırmaq, calaq vurmaq, bir bağbançılıq, bir fitrən bağban Cəmaatı olmasaq bəlkə da, yoxsuraq. biz fitrən bağban olmasaq da, yəni bunun peşəsini oxumasaq da, amma fitrətdən yazdı, bir bir bağbançılığımız dəqiqə var. calanmaq Mən bir söz Calamaq. deyim. Zavrım, mən bir söz deyim. Calamaq. Ümumiyyətlə Ceyran Peyvənd. xanım, inciməyin məndən. Cırı Sizin peyvəndə xəttinizi mən calamaq. Dünyalar qədər çox istəyirəm. Amma sizin xəsiyyətinizlə növbəti gəlin axtarmayın, nə olar ki? Axtarmırmış. O onu yuxuda görüb. Siz Yatıb, görüb ki, Dilbər gəldi yuxusuna. Agah olun, Zavrım, agah olun. ay Zavrım. Ceyran, yatmısan? Zaur, mən dedim Dilbər də. belə mi gəlmişdi yuxuna? Mən Dilbərdir, Nərgizdir, Nigardır. Üçü də mənim ürəyimdir. Aslan da həmişə onları bacı Ay, gözündə Ceyran, hardan sənin ürəyindir? Nəyində onlar sənin? Yuxuda görmüşəm Mən sual verirəm. Ay, Nətər Nərgizi- görmüşdün? Nərgizi Nəyində onlar sənin, Ceyran? Qulaq, bir gör yuxusunu Nərgisə danışır. yanır. Aha. Bax, oruçluq aydı, Ramazan. İnanıram sənə. Mənəm Ceyran xalandır. Nətərsən? Gecə yuxuma girmişdin, ona görə dedim görüm hansı eləyim, görüm neyinirsən, nətərsən? Gecə yuxumdan çıxmamısan, səhərə yaxın yuxumda Qulaq, olursan. Öpürəm sən ürəyim, nətərsən? Salam Ceyran xala, sabahınız xeyir, yaxşısın, sağ olun, siz necəsiniz? Neyinirsiniz, nə var, nə yox? Nabat necədir? Hə, Dilbər, ürəyim. Gecə səhərə yaxın idi, yuxum duydun, ona görə dedim yığım görüm. Aslanın nömrəsidir. Yəni mən bilirsən də telefonum yoxdur, sadə telefonda səs zad atamıram. Aslanın nömrəsindən. Nabat da yaxşıdır, səni soruşurdu. Elə pis olmuşdu ki, toya elə bir şey eləmədilər. Da gəlmədiniz, ona görə elə bilirdi ki, siz də gəlirsiniz. Mən əvvəldən demişdim, axı Esmira xalan, Nigar, Dilbərgil hamısı gələcək toya. Aslanın toyuna. Hə, deyirdi, gəlsə yaxşı olar da, mən də görüşərdim onlarla. Çoxlu salam dua deyir. Hə, bizdə də vəziyyət yəqin bilirsən də, ay gün başımıza oyun açdı, getdi. Mən istəmirdi, aslan mən gətirdi evə, gətirdiyimlə dedi, ya anan, ya mən. Çıxıb evdə də nə var, silib, süpürüb, yığışdırıb, aparıb. Xala demək ki, boşaldı. Paltarlarımız aldım, hamısını, hər şeyi. Aparsın, Allah onun bəlasını versin. Özündən müğayət olur. Ürəyin istəyəndə belə səs ata bilərsən. Yəni, məndə də olur çox vaxt telefon. Sən də özündən müğayət ol, öpürəm, bağrıma basıram. Salam Dilbər, necəsən, nə var, nə yox? Bilirəm ki, elə yaxşı ki, elə gəlməmsən. Heç mən bilsəydim, elə ağlım olsa, heç mən toy eləməzdim ona. O, toyumu eləməzdim mən. Sağ ol, Allah köməyin olsun. Mənim anam istəməyən, özün dəfələrlə indi görürsən də TikTokda zaten. Mənim anam istəməyən adam mənə lazım deyil. Bir üstə mənə əl qaldırdı kimlərinsə yanında. Mən ona görə mən o işi bitirdim. Geçsin işini dalıysan. Çox sağ ol yenə də. Salam, yaxşıyam, çox sağ ol. Sən necəsən, sual qoymuşsan. Mən belə də, mən indən belə çalışacağım, yaxşı olun. Anam var, çalışacağım həyat